Əziz dostlar, Allah Teala gecə gündüz bizləri tövbəyə çağırır. Və gecə gündüz biz minarələrdən müəzzinin nidasını eşidirik ki, bizi deyir ki, heyyə aləs-salə, heyyə aləl-fələ. Haydi namaza tələsin, haydi nicata tələsin. Və biz isə nə edirik? Bundan ibrət almırıq, düşünmürük və qəflət içində yaşayırıq. Və qorxmuruq ki, Allah qorusun, Allah Teala bizləri də iblis kimi öz dərgahından qovar və bizləri öz lənətinə qovuşdurar. Ona görə əzizlərim, ibrət almaq vaxtıdır, dərs almaq vaxtıdır və özümüzü bu kimi qorxulu aqibətlərdən qorumaq üçün Allahın əmrinə tabi olub, Allahla aramızda ən güclü bağ olan o namazı bərpa etmək lazımdır, namaz qılmaq lazımdır. Həqiqətən də nicat, qurtuluş, xeyir, bərəkət, sülh, əmin-amanlıq hamısı namazdadır və Allah Teala bizləri düzgün namaz qılan kəslərdən etsin.